saygılar əziz dostlar. Bu cələsə müxəmməs havası ya orta müxəmməs tədrisinə başlayıram. Bu havada kökümüz fa köküdür, orta mahur yerində. Ritmimiz 18'dir. Sazın kökü tiyunerlə az simlər. Orta simlər. Orta simləri istəsəz kamandarın kökündə olsun. Əvvəl simi fa halətdə kökləyirik, fa pərdəsinə. İkinci simi besurət bəm si bemol pərdəsində köklənir. Bu halətdə olur. Üst simlərimiz bu halətdə. Bu bölümün çalğısını çalıram, sonra keçək amuz işinə. Bu çalğısı idi, keçək amuz işə. Əvvəl mizanımız bu halətdə çalınır. Çəp mizrabdır redə, əvvəl mizrabımız bu halətdə. İkinci mizrabımız fada rast. Üçüncü mizrabımız fada çəp olacaq. Mizrabdan sonra barmağı ötürəcəyik, redən səs alaq. İdamədə üçüncü barmaq solda rast mizrab vururuq. Çəp mizrabımız besurəti darama olacaq fa və mi pərdəsi üst simlə. Bu halət. Sol, fa, mi. Bu halətdə oldu. Aram ritmini çalsam bu halətdədir. Çalınır ki, səriləşib olub bu halətə yetirək gərək. İkinci mizana keçək. Bu ikinci mizandan bu üzə o biri cələsələrdə də təkrar olunacaq. Yəni, əvvəl mizan təkrarda yoxdur. Bəli, bu ikinci mizanımız ki, indəlan ürkəşirik. Bundan bu üzə ki, çalırıq bu cələsənin axırınəcən təqribən. O biri cələsələrdə də təkrar olunacaq. Bu halətdə çalınır ikinci mizan. Bu çalğısıdır. Əvvəl mizrabımız fada rast. Az məşqdən sonra yenirik solda çəp. Üçüncü barmaqla la